Bura Laçındır. Azad, yenidən qurulan və dirçələn Laçın. Cansız əşyalar da elə bir dilə gəlir ki, gəl məni də gör, onu da gör. Hansı evə gedirsə, birinci hamı deyir ki, bugünə şükür ki, evimizdəyik, torpağımızdayıq. Laçında övlad böyütmək çox qürur verici hissdir. Bir güllə belə atılmadan azad edilən Laçındayıq. Ecazkar təbiəti, vətənpərvər, istiqanlı insanları olan can Laçında. Ay Laçın, can Laçın, mən sənə qurban Laçın. İnsan nə zaman xoşbəxt olur? Övladları yaxşı olanda, yaxşı gün güzəran görəndə və yaxud da özü. Onlardan daha xoşbəxt bu gündür ki, biz buradayıq. Xoşbəxtliyin ən üstün səviyyəsi də bu. Mənim qızımın yaş yarımdaydı. Biz Qubadlı yolu getdik. Sərhədi keçəndə bu danılmaz faktı, həqiqətən də ağlaya-ağlaya çıxdıq. Mən, amma bu 30 il müddətində heç vaxt mən ümidsiz olmadım. Hər məşə mən ümidlə yaşadım ki, və qurban olma Allaha ki, ümidlərim doğruldu ki, biz qayıtdıq. Laçınlıyıq, Laçında doğulub büyümüşük, burada yaşamışıq, burada ailə qurmuşam. Biz buradan köçkün düşəndə 1 yaş yarımında qızım var idi. İndi şükür onun uşaqları ilə qayıtmışam bura. İşte Laçın azad olunub, hamı sevincimizdən heç bilmirdik neyniyək. Hamı bir-birini qucaqlamaq, öpmək. Muhterem Prezident, Selam Vali Başkomandan, Azerbaycan Respublikası'nın devlet bayrağı Laçın şehrinde dalgalanmaktadır. Yaşasın Azerbaycan, yaşasın Ali Başkomandan, Karabağ, Azerbaycan! Mən bura gələndən sonra bizdən prezidentlə ki, tədbirdən sonraki səmimi görüş oldu, söhbətlər oldu. Mənə sual verdi, nə işlə məşğul olmuşsun? Dedim, mən santexnik. Və çağırdı rəhbər işçiləri. Elə 20 ailənin hamısını işlə də təmin oldu. Onların içində də mən o cümlədən. O vaxtı məsələn, odun peçi yandırırdıq, nə bilim, müəyyən işlər, küçələr indiki kimi tam asfaltda olmasa, müəyyən qismimiz, əsas mərkəzi küçələr asfalt idi, qalan yerlərdə də palçıqla, nə bilim, amma bu günləri siz özünüz də şahidsiniz ki, hər evə gələn yol ya daşlar döşənilib, qəmbər daşı, tam etliyə və yaxud da ki, asfalt olubdur. Heç kimin ayağı bugünkü gün palçığa dəymir. Hər nöqtəsinə elə bir ki, diqqətlə baxıram da, görün burada nə var, orada nə var. Elə bir ki, o daşlardan, torpaqdan neysə duyursan, hiss edirsən, səni çağırır kimi cansız əşyalar da elə bir dilə gəlir ki, gəl məni də gör, onu da gör. Səhər 8-ə işləmiş, hava işlaşında. Durub baxasınız, bax, burada aşağıda kəhliklər oynaşırlar. Bu ərazidə. Bax, bu da burada. Buradan uçurlar ora, oradan ora uçurlar. Səsləri, bülbüllərin səsi, quşların səsi. Demək olar ki, köçən ailələrin 90%-nin evlərində olmuşuq. Hansı evə gedirsə, birinci hamı deyir ki, bugünə şükür ki, evimizdəyik, torpağımızdayıq. İlk köçdə gəldik, atam evi də buradadır. Oranı görmək daha da çətin idi. Çünki atamla gedib, atam da, qaynatam da, bunlar da hamısı Laçın hərsi. Amma qaynatam Laçının alınmağını bildi, təəssüf ki, görmədi. Əlbəttə ki, onların ruhları şaddır. Mən hara gedirəmsə elə biləm, onlar ruhları mənim başımın üstü ilə gəzir. Hər an, hər dəqiqə onlar elə bilirəm görünür, bax elə. Həqiqətən də təsəvvür edirəm. Bugün Laçında bu torpağın hər daşını, hər qarışını ürəkdən sevən gənc ailələr də var. Onlar burada həm çalışır, həm də vətən üçün igid övladlar böyüdür. Bir sözlə, Laçının sabahını qururlar.
dədə-baba yurdumuz, ata yurdumuz bir fərqli adama hirs yaşadır ki, artıq biz məcburi köçkün kimi yox, sırf yerli sakin kimi öz doğma yurdumuzda qalırıq, burada işləyirik. Bəziləri fikirləşirdi ki, Laçına gələnlər ancaq yaşlılar olar. Yəni özünüz də gəlmisiniz, görmüsünüz, görərsiniz ki, şəhərimizdə nə qədər gənc sakinlər var, gənc ailələr var. O ailələrdən də biri bizik. İşimiz də gedir, şükür günümüz də yaxşı keçir. Laçın çox gözəl, yaşamağa dəyər. Bir gənc ailə olaraq çox şanslıyam. Çox şükür bu günlərə. Özüm də hal-hazırda Laçın şəhər 2 nömrə tam orta ümumi təhsildə işləyirəm. Şükür Allaha, uşaqlarımız, şagirdlərimiz çoxdur. Onlarla hər gün keçiririk. Bilmirik vaxt hardan gəldi, hardan getdi olur. Gənc ailə olaraq hər gün Laçının başqa yerlərini kəşf edib gəzirik. Məndə atamgil o qədər danışmışdı ki, Laçında. Mən Laçına gələndə sanki Laçını tanıyırmışam kimi idim. Şəhəri, həm də bilmirəm, sosial şəbəkələrdən, YouTube-dan falan Laçına çox baxırdım deyinə. Artıq bura gələndə sanki şəhəri tanıyırdım. Şəhəri özüm kəşf eləmişdim. Kiçik və orta biznesin inkişaf agentliyində Laçın Kobdostu olaraq çalışıram. Özüm burada az öncə qeyd elədiyim kimi may ayının 28-i gəldi. Bizim üçün çox qürurludur ki, həm də ata-baba yurdumuzda biz artıq gənc ailə olaraq öz övladımızı böyüdürük. Övladımız artıq öz ata-baba yurdunda Laçınlı olaraq böyüyür. Mənə dedi ki, sən böyüyəndə mütləq general olacaqsan. Oy maşallah, oy maşallah. Kaç yaş var? 5. Maşallah. Çok sağ ol. Rütbəsi də var. Bəli, bəli. Rütbəni kim verib sənə? Özü? Sən olacaqsan general, mütləq. Burada hər şey qəşəngdir. Mən buranı sevirəm. Bugün 30 il ata yurdundan didərgin düşmüş xalqın qəlbində ən vacib amal illərlə həsrətində yaşadığı torpaqları yenidən dirçəltmək. Müqəddəs yurdda sabaha ümid, gələcəyə möhkəm təməl qoymaqdır. Gülçin Cəmil, Vüqar Xanlarov, Report Az.